نیروی الکتریکی بین بارها فیزیک 11. فیزیک 11 da bəhs نیروی الکتریکی var və orada məbhəs budur ki, əgər biz fərz eləyək 2 dənə bar bir fasilə müşəxxəsi az həm qərar tapıblar və bar əvvəli 2 bərabər eləyək, bar dovumu 3 bərabər eləyək və istəyək ki, نیروlarımız təğyir eləməsin və fasilə cədidi tapaq. خب bilirik ki F مساوی K Q1 Q2 R2 yəni qanun kolondan istifadə edirik. Fasilə beyin dو barımız burada R'dır və bilirik ki F prim bər F yəni rəviş nisbət dو نیروdan istifadə edirik. Həmişə bu cür məsaildə bələn ki həll eləyək. nisbət dو نیروdan istifadə edirik. نیروی جدید تقسیم بر نیروی قبلی. خب Q پریم 1 یعنی بار جدید 2 برابر Q1 Q پریم 2 بار جدید دوم 3 برابر بار دوم قبلیت. خب اگر منو حل eləsaq F پریم بر F 1 و 2 پس اولار 1 مساوی 2 ضرب در 3 ضرب در R2 بر R پریم به توان 2 و eləyə R2 بر R پریم 2 yazaq R بر R پریم به توان کلن 2. خب اولار 2 ضرب در 3 6 دی 6 در o tərəfə اولار 1 ششم پس R بر R پریم به توان 2 مساوی 1 ششم و اگر bunu həll eləsək və tavanı götürsək R پریم مساوی رادیکال 6 R gələr.